Hər vaxtınız xeyir əziz uşaqlar. Bizim 12 oktyabr ev qrupları üçün, 15 oktyabr məktəb qrupları üçün keçirdiyimiz sınağın izahını verirəm. Kimlər harda səhv eləmişdi, qeydlərini götürsünlər. İşləməyənlər də ekranı durdurub suala baxa bilərlər. Birinci səhifəmiz, bu da ikinci səhifəmiz. İndi keçək izaha. Deməli, 27-ci sualın izahı. Bizdən nə istəyir? Deyir, cədvəldəki doğru nümunələri müəyyən edin. Masa sözünün sinonimidir və maaş sözünün sinonimlərini istəyir. Baxırıq 1-ə. Divan sözü, stol sözü masa sözünün sinonimi deyil. Stol sözü, bəli, masa sözünün sinonimidir. Maaş sözünün sinonimidir. Maaş mənfəət, qazanc demək deyil. Maaş məvacib, bəli, məvacib sözünün sinonimidir və əmək haqqı sözünün sinonimidir. Amma qazanc sinonim deyil. Qazanc hər hansı bir işdən qazanc əldə edə bilərsən, amma o sənin aldığın aylıq əmək haqqı maaş olmaya bilər, mənfəət ola bilər. Mənfəətlə qazanc sözü sinonimdir, amma maaşdır, məvacibdir, əmək haqqıdır. Bunlar sinonim sayılır. Variantımız nə olacaq? Burada 3, 4 və 6 D variantı. Keçdik 28-ci suala. Sifətin dərəcələrinin yazılışında yol verilmiş səhv hansı nümunədədir? A variantına baxırıq. Yeməyin əti alaçı olsa da xörəyi iştahla yeyirdilər. Elə cavabımızda alaçı sözü biz bilirik ki, sifətin azaltma dərəcəsini əmələ gətirən sintaktik üsulla olan sözlər hansılardır? Aladır, açıqdır, kəmdir, təhərdir. Ala ilə açıq defislə yazılır. Həmçinin sifətin önündə gəlməlidir ala sözü. Kəmlə təhər isə bitişik yazılırdı. Cavabımız olacaq elə A variantı. Açıq yaşıl sözü, bilirik açıqla tünd sözü rənglərin önündə gələndə dərəcə bildirir. Doğrudur burada. Selcan tünd qırmızı, bu da doğrudur. Kəm şirin bitişik yazılır. Onun indi seçdiyi rəng sarı təhər, bu da azaltma dərəcəsindədir. Doğru yazılıb. Cavabımız A idi. Müxtəlif 29-cu suala nəzər yetirək. Müxtəlif nitq hissələrinə aid amonimləri müəyyən edin deyir. Baxaq. Deyir, bir rəng sözü, qala sözü, qundaq, dar sözü. Rəng sözü adətən uşaqları çaşdırır, onun amonim götürülmür. Amma rəng sözüdür, tar sözüdür, dar sözüdür, çaş sözüdür, saç sözüdür. Bu sözlər asanlıqla bizi çaşdıra bilir. Sanki biz onu amonim kimi tez-tez qarşımıza çıxmayan sözdür. Təsnif sözüdür. Bəli, rəng sözü amonimdir, amma eyni nitq hissəsinə aiddir. Bunu çıxdıq. Qala sözü, bir var bürc, qala, qız qalası. Bir də var qalamaq, ocaq qalamaq feildir. Məna tayları isim feil olaraq götürülür. Qundaq sözü bir bələk mənasında. Bir də var silahda qundaq, eyni nitq hissəsinə aiddir. Hər ikisi isimdir, məna tayı, isim götürür. Bunu saymadıq. Dar, bir var dar paltar, sifət kimi, dar yol, dar küçə. Bir də deyirik ki, dar ağacı mənasında. Burada isimdir, bəli, deməli məna tayları fərqlidir. İsim və sifət olmaqla. Yarı sözü, bir var yarımaq, yarımaq, bir işdən yarımaq. Bir də var deyirəm, bütövün yarı hissəsi, yarı para mənasında. Bu da sifət kimi götürülür, fərqli nitq hissələri. Cavabımız olacaq qala, dar və yarı 2, 4, 5 B variantı. Baxaq 30-cu suala. Kəşfiyyat sözünün fonetik təhlili ilə bağlı doğru fikir müəyyən edin. Kəşfiyyat sözünü dərhal uşaqlar fonetik təhlil bilirsiniz ki, bilməyinizdən asılı olub olmayaraq dərhal kənarda onun tələffüz şəklini yazın, çaşmamaq üçün. Kəşfiyyat sözü söz ortasında qayda keçmişi sığtış, sığtı, fıtı, xıtı, şıfı, yəni iki kar samit gələrsə söz ortasında. İkincisi özünün cinciltili qarşılığı kimi tələffüz olunur. Kəşf sözü kəşfiyyat formasında, yığın da biri düşmüş formada. Kəş, yaza bilmirəm, kəşfiyyat formasında tələffüz olunacaq. Bunun üzərində aparaq. 3 kar, bəli, baxırıq 1, deməli, kəş 2, bir də t, 3 kar samitimiz var. V, y isə cinciltili samit, 2 cinciltili samitimiz var. Cavabımız olacaq A variantı. Bu birisi variantlara baxmağa gərək yoxdur. Sonra baxaq 31-ci sualda. Sözlərin leksik mənası ilə bağlı doğru uyğunluğu müəyyən edin. Baxırıq, qabar sözü deməli deyir ki, gərgin iş nəticəsində bərk tərləmə, xeyr,
Dərinin altında olan suluq. Deməli yazırıq bura C variant, C. Qafil sözü qəflətdə yatan, ehtiyatsız, diqqətsiz, xəbərsiz anlamındadır. İkiyə yazdıq A-nı. Qalaq sözü deməli üst-üstə yığılmış topa mənasında, eyni yazırıq qalağa. Sonra qamət sözü boy-buxun, qəd anlamında. B-ni də yazırıq 4-ə. Deməli 1 C-A, 2 C-A, 3 E, 4 isə B. Cavabımız harda? B variantı. Sonra keçdi 32-ci suala. Baxaq. 32-ci sualda bizdən nə istəyir? Deyir, verilmiş cümlə əsasında klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Bu tipli suallarda qrammatik biliklərdən əlavə maksimum diqqət tələb eləyəndir. Çünki bizdə şərtdə tamamlaya bilməyən istəyir. Burada fikri verir, cümləni verir. Cümləni verdikdən sonra bəzən klasterin ilk cümləsi yanlış da ola bilər, doğru da ola bilər. Yanlış doğru olmaqdan əlavə biz yenidən şərtə nəzər yetiririk ki, şərtdə bizdə tamamlaya biləni istəyir, yoxsa tamamlaya bilməyəni. Bunun üçün ilk olaraq klasterin ilk cümləsinə nəzər yetirək. Tərkibində deyir, 2 isim işlənmişdir. Nümunəni oxuyuruq. Avtobus indi sərnişin daşıyır. Bəli, avtobus sözü isimdə adlı halda olan, sərnişin sözü sərnişini daşıyır. Qeyri-müəyyən yəlik halda olan isimdir. Bəli, 2 isim işlənmişdir deyir. Deməli, burada doğrudur. Məndən şərtdə istəyir, tamamlaya bilmən. Deməli, mən bura uyğun gəlməyən fikirləri, yanlış olan fikirləri düzəcəyəm. Baxırıq. Deməli, cümlədəki isimlər konkretdir. Avtobus sərnişin ismi bəli konkretdir. Hər iki ismin sualları eynidir. Avtobus nə? Sərnişin də nə sualına cavab verir? Burada bir yaddaşa qayıdırıq. Biz demişdik ki, ayrılıqda kim sualına cavab verən, insan anlayışı bildirən isimlər qeyri-müəyyən təsirli halda, həmçinin qeyri-müəyyən yəlik halda nə sualına cavab verir? Bu baxımdan adlı alınan sualları eynidir. Plus qoyduq. 3-ə baxırıq. Hər iki isim eyni haldadır. İndi dedik ki, təsirli haldadır. Xeyr, eyni halda deyil. İkinci isim cəm və hal şəkilçisi ilə də işlənə bilər. Baxırıq. Deyirəm, avtobus indi sərnişinləri daşıyır deyə bilərik. Bəli, işlənə bilər. Hər iki isim eyni vaxtda yalnız cəm şəkilçisi, yalnız cəm soruşur bizdən. Avtobuslar indi sərnişinlər daşıyır deyə bilmirik. Sanki burada sərnişinlər sözü müəyyən təsirli hal istəyir. Avtobus indi sərnişinləri daşıyır. Avtobuslar indi sərnişinləri daşıyır tipində. Ona görə bura yanlış yazdıq. Bizdən də tamamlaya bilməyəni istədiyinə görə 3-lə 5-i seçəcəyik. 3, 5 cavabımız olacaq E variantı. Baxaq. Digər suala. Nümunədə işlənmiş nitq hissələri ilə bağlı doğru fikirləri müəyyən edin. Çox əyilən görmüşəm, əyilməyən başları, sular duruldu, gördük dibindəki daşları, ünvanını dəyişdi, dünənin alqışları, niyə də dəyişməsin, axı dünya fırlanır. Bəxtiyar Vahabzadənin çox gözəl bir şeiri bəndi deyək. Baxırıq birinciyə, deyir, ikinci misradakı sifətə necə, nə cür suallarını vermək olmur? Sifətimizi tapaq, sular duruldu, gördük dibindəki. Bəli, dibindəki sözü sifətdir. Doğru, biz ona necə, nə cür sualı verə bilmirik. Dakıdəki şəkilçisi ilə düzələn sifətlərin özünə məxsus xüsusiyyətlərindən biri də budur ki, onlar yalnız hansı sualına cavab verir. Eyni zamanda dakıdəki ilə düzələn sifətlər dərəcələnmir. Bu xüsusiyyəti də var və ən çox bizi isimləşmə baxımından çaşdıran suallarda bax belə dakıdəki şəkilçili sifətlə çaşdırırlar ki, məsələn, məktəbdəki, həyətdəki sualını verir və deyir ki, məktəbdəkilər tutaq ki, isimləşmiş burada sifət var, amma biz orada məktəbi, həyət sözünü görüb sanki onu ismə bənzədirik. Amma burada çaşmırıq, dakıdəki sifət düzəldən şəkilçidir. Burada da hansı sualına cavab verdi? Doğru. Birinci misrada bir sifət işlənmişdir. Çox əyilən görmüşəm, əyilməyən başları. Birinci misramızda sifət yoxdur, əyilməyən, əyilən feili sifətdir. Buna yanlışı qoyduq. Buna 2-yə yanlış qoyduq. 3-ə baxırıq. İkinci misradakı 2 fərqli halda olan isim işlənmişdir. Baxaq, sular duruldu, gördük dibindəki daşları. Bəli, sular adlı haldadır. Sular adlı haldadır. Dibindəki daşları isə təsirli haldadır. Daşları gördük. Burada inversiya var, bu bizi çaşdırmasın. Daşları gördük, bəli, təsirli haldadır. Buna da qoyduq.
Okey. Birinci misrada qeyri-müəyyən say işlənmişdir. Çox əylən görmüşəm. Xeyr, burada çox əylən sözü diqqət yetirsək, çox sözü dedik, hərəkətin önündə gəldikdə miqdar zərfi olur. Əşyanın, yəni ismin önündə gəldikdə isə miqdar sayı olur. Çox kitab, çox qələm, bir də deyirəm, çox danışan, çox əylən, çox gedən. Burada isə zərf oldu. Bir də var sifətin önündə gələndə deyirik ki, çox şirin, çox dadlı, bu zaman isə ədat məqamındadır, ədat kimi işlənir və çoxaltma dərəcəsini əmələ gətirir. Deməli, qeyri-müəyyən say deyil, burada zərf idi. Sonra qayıtdıq. Tünd qara hərflə verilmiş söz bir qrammatik şəkilçi qəbul etmişdir. Ünvanını sözünə nəzər yetirək. Ünvanı, onun dünənin ünvanı, yəni buradadır. Dünənin ünvanı mənsubiyyət, təzədən dünənin ünvanını təsirli hal şəkilçisini qəbul etmişdir və burada bir qrammatik şəkilçi yox, iki qrammatik şəkilçi var. Buna da yanlış qoyuruq. Bizdən nə istirdi? Doğru fikirləri. Bu baxımdan seçirik. Doğru fikir hansı oldu? 1 və 3-ə qoymuşduq. 1 və 3 B variantımız uyğun gəlir. Baxaq 34-cü suala. Qrammatik cəhətdən yanlış nümunəni müəyyən edin. Cavablardan biri yanlışdır. Deməli, burada saydan sonra gələn isimlərin təkdə və cəmdə olması məqamıdır qrammatik. Eyni zamanda bu qrammatik normanı təşkil eləyir. Baxaq E variantından. Minlərlə şagird, bəli, larla larca şəkilçisindən sonra gələn isimlər həmişə deyəndə həm təkdə olur, həm cəmdə. Çoxdur, çoxludur, larla, larca, ümumiyyətlə yəni onlarla, yüzlərlə, minlərcə. Şagird də deyə bilərik, şagirdlər də deyə bilərik. Yəni hal-hazırda burada işlənməsində bir səhv yoxdur. Oxladıq. Bir çox adamlar, biz demişdik, bir çox, bir də bir sıra sözlərindən sonra gələn saylar mütləq həmişə cəmdə işlənməlidir. Təkdə işlənmiş görəriksə o səhv sayılacaq. Yəni qrammatik cəhətdən yanlışdır. Bir çox adamlar doğru olur. Sonra 1-2 var. Burada bir də nəfər numerativ sözü var. Tələbə təkdədir. Nəzər yetirək görək, numerativ sözlər sayın hansı məna növündə işlənirdi? Müəyyən miqdar sayları ilə işlənirdi. Digər məna növlərindən qeyri-müəyyən miqdar saylarla bir dənə defislə yazılan təqribi təxmini saylarla da işlənə bilir. Yəni burada numerativin işlənməsi doğrudur. Daha sonra 1-2 tipli, yenə defislə yazılan təqribi təxmini saylar 7, 8, 5, 6 tipli saylardan sonra gələn isimlər həmişə təkdə olur. Bax, bu da doğrudur. Deməli, təkdə olan yaddaşa qayıdaq. Özündən sonra gələn ismin təkdə olmasını tələb edən saylar hansıları idi? Deməli, az, xeyli, biraz, bir qədər, bir neçə və 6, 7, 1, 2 tipli təqribi təxmini say. B variantına nəzər yetirək. 10-cu siniflərdir. 10-cu siniflər sıra sayıdır. Sıra sayından sonra gələn isimlər təkdə də işlənə bilərdi, cəmlə də. Cəmdə də buna görə buna piyos qoydu. Sonra deyir, bir neçə evlərdə bayaq saydıq, biraz, bir qədər, bir neçə sayından sonra gələn isimlər heç vaxt cəmdə işlənməz. Ona görə larla işlənməməlidir. Elə səhv variantımız da bu olacaq. Cavabımız oldu A variantı. Bizdən yanlış istəyirdi. Yəni burada qrammatik norma pozulmuş oldu eyni zamanda. Getdik 35-ci suala. Deyir bizdə, deməli, biri doğru deyil. Oxuyuruq, doğru deyil, bəli. A variantı. Mənsubiyyət şəkilçisi qəbul edərkən sinif, fikir, cisim sözlərinin ikinci ecasındakı qapalı sayt düşür. Bəli, düşür. Amma burada səhv yazıb. Belə uyğunsuzluq buradadır. A-nı seçdi, uyğunsuz. Sonra baxırıq. Deyir, uşağı bizim liseydə oxuyur cümləsində ilk söz təsirli halda deyil. Uşağı önünə yəli kal şəkilçili isim əvəzli artıra bilirik. Məsələn, onun uşağı, nə bilim, Arifin uşağı ilə isim də artıra bilərik. Onun uşağı deyə bilirik və ona görə oradakı I şəkilçisi mənsubiyyətdir. Həmçinin biz orada uşağı sözünü təkcə o sözünlə də əvəz eləyə bilərik. O bizim liseydə oxuyur deyə bilirik. Amma o təsirli kal olmuş olsaydı, biz orada onu təsirli kallı əvəzliklə əvəz elə, onu sözünü qoysaydıq, onu bizim liseydə oxuyur deyə bilmirik. Bu baxımdan da o təsirlik deyil və burada deməli doğrudur.
Sonra tünd çay birləşməsində deyir sifət adi dərəcədədir. Bəli, adi dərəcədə. Tünd sözü dərəcə bildirməsi üçün rəngin önündə gəlir və defislə yazılırdı. Burada doğru yazıb deyə işimiz yoxdur. Keçirik D variantına. Dəmir qapı birləşməsində ilk sözün sualı ilə dəmir aldıq cümləsində ilk sözün sualı fərqlənsə də ümumi qrammatik mənaları eynidir. Dəmir qapı birləşməsindəki dəmir sözü sifətləşib. Sifətləşdiyinə görə də sifətin sualını daşıyır. Hansı qapı? Hansı sualına cavab verir? Amma dəmiri aldıqda deyirəm nə aldıq? İsmin sualıdır. Bəli, sualları fərqlidir. Amma ümumi qrammatik mənaları, yəni nitq hissələri elə isim olaraq da qalır. Biz bilirik ki, material bildirən isimlər hansıları idi? Dəmirdir, dəridir, tuncdur, gümüşdür, saxsıdır, qızıldır, poladdır, sonra asfaltdır, torpaqdır. Bax, bu tipli isimlər yanında ikinci isimlə işlənərək sifətləşir. Sifətin nə cür, hansı sualına cavab verir. Amma sifətləşsə də, sifətin sualına cavab versə də, yəni qrammatik sualı dəyişsə də, qrammatik şəkilçi dəyişsə də, amma qrammatik məna, yəni nitq hissəsinə mənsubluq dəyişmir. Bu baxımdan da bunu doğru sayırıq. Uyğunluq burada da doğru yazılıb deyə, düzdür. Deyir, yazdır isminin, yazdır isminin yazılışı ilə tələffüzü fərqlənmir. Baxırıq. Burada xeyr, əgər biz demişdik ki, dır şəkilçisi var, leksik şəkilçisi, bir də var qrammatik şəkilçisi. Dır qrammatik şəkilçisi olduqda dırın r'sı düşür, d kimi tələffüz olunur, amma leksik şəkilçisi olduqda olduğu kimi qalır. Məsələn, deyirəm ki, yazını yazdır desəydi, yazdır feili desəydi, o zaman tələffüz fərqlənməyəcəkdi. Amma deyir ki, artıq yazdır, yəni yazdı, payızdır, fəsil adı kimi bu zaman fərqlənməlidir. Buna görə buna yanlış qoyuruq. Burada da zaten səhv yazıb. İndi cavablardan birini seçin deyir. Da bu cavablardan birini seçini niyə qoymuşsan? Elə A-nı seçmişəm də mən burada. Neysə, uşaq, mən çaşıram, uşaq necə çaşmasın? Yəni A-dır. Cavabımız elə ilk öncə idi. Sadəcə sadaladım. Bir də siz görəsiniz. Mən dedim, aşağıda görəsən nəyləri seçəcəyik. Baxaq, düzəltmə sifət işləmiş cümləni müəyyən edin. Cavabların birini seçin deyir. Baxaq, oxumuş adam cavabların birini seçin. İkisini seçməyəcəm ki. Otekada. Oxumuş adam danışığından tanınır. Oxumuş sözünlə çaşdırmaq istəyir. O feili sifətdir, sifət deyil. Mən yazını öyrənənə kimi işdən keçir. Oxumuş sifətdir. İndi öyrədənlər keçir B variantına. İndi öyrədənlər qiymətləndirməyə cəlb olunurlar. İndi sözü zərfdir. Öyrədənlər burada yenə feili sifətlə çaşdırmaq istəyib. Xeyr, burada sifət yoxdur. Rəsmi dairələrdə belə düşünürlər. Bəli, rəsmi sözü sifətdir. Amma bizdən görə nə sifət istəyir? Hə, deyir, düzəltmə sifəti olsun. Baxın, ona görə bax, şərtdə tələsməyin. Mən tələsdim. Bir sifəti istəyir, ikincisi həmin sifətin düzəltmə olmağını istəyir. Ona görə şərti oxuyarkən diqqətli olmaq lazımdır. Deməli, C variantda deyil. Çünki rəsmi sözü sadə sifətdir. Hansı sifətlərimiz var idi sadə bizi çaşdıran? Yumşaq idi, kimyəvi, dünyəvi, lüğəvi, xəlqi, əşyəvi, sonra səhlənkar sözü idi. Sadə sifətlər idi, amma biz onu sanki düzəltməyə bənzədirdik. C-də deyil cavabımız, baxaq görək. İşlək sözü işlək avtomobilləri saxlamağı məntəqəsinə göndərdilər. Bəli, işlək sözü burada düzəltmə sifətdir. İşləmək feilindən yaranıb, kökü işdi, işdən işlə feili, işlə feilindən işlək sifəti yaranıb. Bu baxımdan cavabımız olacaq D variantı. Görək E-də nə deyir? E-də deyir, təzə gələnlər, burada da feili sifət tərkibindən bizi çaşdırmaq istəyir. Maraqla sözü də var. Maraqla sözü sifət deyil uşaqlar. Bunu görüb çaşa bilərsiniz. Bəlkə də əksərinizdə bu variantı səhv eləyibsiniz. Maraqla sözü maraqlı sifətdir. Maraqla zərfdir. Həm də ki, seyr etməyin önündə gəlib də feilin önündə gəlir. Feilin önündə necə sualı, necə sualı zaten zərf deməkdir. Həm də la şəkilçisi zərf düzəldən şəkilçidir. Sifət düzəltmir. Burada işləni görüb yəqin çaşıbsınız. Əksəriniz bu sualda işləmək, işlə feilindən yaranıb işlək sifəti, amma kökü iş ismidir. Desəydi, kökü isim olan feildən yaranan sifət, bax bu uyğun gəlir. Elə cavab deyildi. Mətnlərin səhvin dəsti izah eləyəcəyəm. Hələ ki, qrammatika sualları bura qədər bəsdir. Sağ olun, gecəniz xeyir.